dəyərli izləyicilərimiz, mən bugün Beyləqan rayonunun Təzəkənd kəndində bizim şəhidimiz Elnur Bəliyevin ocağındayıq. Elə yolumuzu Beyləqandan salmışkən şəhidimizin ailəsini ziyarət etmək istədik və biz hal-hazırda onun otağı, şəkilləri bəzəyən şəhidimizin şəkilləri ilə bəzənmiş onun otağındayıq. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, ruhları şad olsun. Vətən sizlərlə fəxr edir. Mənim əziz şəhidim, bir daha qeyd edirəm, bütün şəhidlərimizin məkanı cənnət olsun. Nə gözəl, nə uğurlu addım attı. Hər şeyə qadir oldular. Hər şeyi əldə elədilər. Var olsun belə balalar. Bu balalar da yaşadan sizin kimi gəlib çəkiliş aparan, sizin kimi xanımlar, bəylər bizim yanımızda olmağımıza biz əhsən deyirik. Var olsun deyirik. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan dövləti. Həqiqətən bizim dövlətimiz müqəddəs, güclü dövlətdir. Var olsun Azərbaycan, çox sağ olun. Allah sizdən də razı olsun. Allah Taala Azəri də Xudavəndala min butaq eləsin. Odur ki, 44 günlükdə o bütün günlər bizim yanımızda olub. Allah sizlə belə kömək olsun. Çox sağ olun. Allah razı olsun. Vətən üçün belə övladlar yetişdirmişsiniz. Siz də var olun. Burada bir kəlmə söz demək istəyirəm. Anamızın çıxışından sonra həqiqətən o qədər belə möhtəşəm bir çıxış oldu. Mən alqışlayıram sizləri və hər zamanda bütün bir şəhid ocağı verilişinin aparıcısı, layihə rəhbəri kimi, Atəş Xəbər saytının rəhbəri kimi mən fəxr edirəm sizin kimi analarla. Və hər zamanda analarla bir tədbirdə olanda ilk sözüm nədir, ifadəm nədir? Qəhrəman oğullarımızı qəhrəman analar dünyaya gətirir və mən elə bunu bir daha burada təsdiqlədim sizin simanızdakı. Həqiqətən elə əsl qəhrəman anasısınız ki, belə qəhrəman övlad yetişdirmişsiniz. Başınızı həmişə belə mərd, uca tutun. Biz də sizin kimi analarla fəxr edirik. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Dualarımız sizlərlədir və hər zaman sizlərin yanınızdayıq. Allah razı olsun. Allah sizin də köməyiniz olsun. Borcumuzdur. Amma arzu eləyərdim ki, kəndimiz gözəl belə verişlər çəkəsiniz. İnşallah. Bizim kəndimizi də Qismət eləsin. işıqlandırasınız. Çox sağ olun. Siz var olun, çalışarıq. Təşəkkür edirəm.